Deməli, bir faiz məsələsi daha. Adətən uşaqlar faiz məsələlərini gördükdə biraz tədirgin olurlar və onun çətin olduğunu düşünürlər. Amma bəzi nüansları bildikdən sonra yəni o məsələ həll etmək zövqlü olur, yəni maraqlı olur. Birinci qabda bizə 80 litr 30% bir duz məhlulu verib. İkinci qabda isə 30 litr 40% bir məhlul verib. Və deyir ki, birinci qabda olan məhlulun 25%-ni ikinci qaba tökülür. Burada birinci məhlulda bizə 25% lazımdır. Yəni 80'in 25% lazımdır. Yəni 25'e vurub 100'e də bölürük. Bu da ixtisarla 4'te 1'i demək, yəni 20. Deməli biz bundan birinci qabdan 20 litrini götürəcəyik. 20 litrində deyəcəksiniz ki, faiz də dəyişəcəkdir. Faizin də 25%. Xeyr, faiz dəyişmir. İstəyirsən bu məhlulun, bu 80 litrin sen yarısını götür veya ne bileyim 4'te 1'in götür, 3'te 1'in götür. Onun içerisindeki faiz miktarı değişmeyecek. Yine de 30% bir məhluldur. Deməli biz 20 litrin, buranı siləcəm, 20 litrin 30% bir məhlul götürürük və onu tökürük 30 litri 40% bir məhlulun içərisinə. Bunun həll olma qaydasını bir önceki videoda izah eləmişdim. Ayrı-ayrı duzlarını tapıb toplamağa ehtiyac yoxdur. Necə yazırıq? 20 litr 30%li, üstə gələk 30 litr 40%li bərabərdir. Alınan yeri məhlulun kütləsi 20 ilə 30 topladıq 50 litr, vurulsun x faiz. Faizi də tapırıq. 600 üstə gələk 1200 bərabərdir 50x-ə. 1800 bərabərdir 50x-ə. X'i də tapmaq istəsək 1800'ü 50'ye bölərik sadəcə. Bu da 36%'dir. Bu qədər.